Bizim Azər Lotereya ilə birlikdə keçirdiyimiz Face of the Match rubrikasının qalibi Fidan xanımdır. Fidan xanım, xoş gördük sizi. Artıq zala daxil olmuşuq və ilkin təəssüratlarınızı almaq istəyərdim. Çox heyecanlıyım çünkü bu cür oyunu en yakından izlemeye şansı tanıdığımıza göre. Deyirəm ki, yerinizə gedib oyunu izləməyə səbirsizlənirsiniz. Sonra görə gəlin gedib möhtəşəm oyunu birlikdə baxaq. Gəlin. Fidan xanım, bizim bir adət-ənənəmiz var. Sponsorumuz Azər Lotereyadan biz Face of the Match rubrikasının qaliblərinə hədiyyələrimizi veririk. Bu kişiyi hədiyyəni bizdən qəbul edin və hal-hazırda Fidan xanım, məncə hiss elədiniz ki, çox gərgin oyun gedir. Söhbət eləməyə vaxtımız belə yoxdur. Əslində çox maraqlı oyun gedir. Sizin təəssüratlarınızı almaq istərdim ki, burada oturub oyunu bu rakursdan izləmək necə bir hissdir? Bence çok farklı bir atmosferdir. Birebir duyguları yaşayıram, o heyecanı birebir yaşayırammış gibi hissediyorum. Ve bu komandanı böyle yakından izlemek benim için çok heyecan verici ve çok təsir edicidir. Bu şans tanıdığıma göre sabah basketbol komandasına ve Azər Lotereyaya təşəkkürlərimi bildirirəm. Çok farklı bir hisslərdir. Əla. Fidan xanım, son olaraq gələcək Face of the Match qaliblərimiz üçün tövsiyəniz nədir? İştirak etsinlər, dəyər yoxsa yox? Bence değer, mutlak değer. Çünkü bu hava, bu atmosfer tamamıyla ayrı bir atmosferdir ve bu bir xatirə olaraq da bence çok maraqlı bir xatirədir ki, insanların yaddaşında qalacaq. Əziz tamaşaçılar, siz də bax bu möhtəşəm atmosferin bir parçası olmaq istəyirsinizsə, bizim Face of the Match rubrikamızı yaxından izləyin. Getdik.